Bugün 31 dekabr 2025-ci ilin son günüdür. Yeni ilin gəlişi münasibətilə hər birimiz bir-birimizə ruzi bərəkət, uğur, xoşbəxtlik, zənginlik və sağlamlıq arzu edirik. Bayram gününü isə nəyin bahasına olursa olsun gözəl keçirməyə çalışırıq. Bayram günlərində süfrəmizdə heç bir şeyin əskik olmamasına diqqət edirik. Ölkəmiz Dünya Xoşbəxtlik Hesabatına görə 147 ölkə arasında 106-cı yerdədir. Dünya Bankının 2024 göstəricilərinə görə adam başına düşən illik ortalama gəlirdə Azərbaycan 117-ci yerdədir. Yəni, sadəcə süfrə bəzəyərək, ruzi bərəkət və xoşbəxtlik diləyərək nə xoşbəxt, nə də zəngin ola bilmirik. Bu səbəbdən xalqımıza və dövlətimizə öncəliklə uzun ömür diləyirəm və bütün gözəl arzularımızdan əlavə xalqımıza fərasət və hüquqlarından azad istifadə etmə cəsarətinə sahib olmasını istəyirəm. Yeni ilimiz mübarək olsun. Həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür və bu özəl gün münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edir və daim həmrəy olmağımızı arzu edirəm.